Salam, axşamınız xeyir olsun. Kinas TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. İranlı deputat Trampa qarşı Ankarada sui-qəsd arzuladığını bildirib. İran rəhbərləri dəlidir Trampdan açıqlama. Tramp İranın bombalanmasını əks etdirən video paylaşdı. ABŞ-nin İrana indirdiyi yeni zərbələr tamamilə zəruridir, NATO-nun baş katibindən açıqlama. Putini danışıqlar masasına gətirməyə çalışırıq, Erdoğandan açıqlama. İndi isə daha ətraflı. İranın sərt xətt tərəfdarı olan deputatı Müçtəbə Zareyi Türkiyənin NATO sammitinə ev sahibliyi etməsinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib. O bu barədə sosial media hesabında yazıb. İranda və İraqda bu ilahi liderin dəfn mərasimi keçirilərkən Türkiyədə NATO sammitində şəhid imamın qatilinə ev sahibliyi edən Erdoğana ölüm olsun deyə Zareyi yazıb. Kaş ki cəsur bir Türkiyə vətəndaşı olaydım ki, qatili Ankaranın küçələrində həyata keçirəcəyim bir şəhadət əməliyyatı ilə cəhənnəmə göndərərdim deyə o əlavə edib. İran liderləri yalançıdır və davranışları qəribədir. Bunu ABŞ prezidenti Donald Trump deyib. O bildirib ki, İran tərəfi ilə razılaşma əldə edildikdə və hər kəs nüvə məsələsində razılığa gəldikdə İran rəsmiləri görüşdən kənarda jurnalistlərə açıqlamalarında bunu inkar edirlər. Biz onlarla razılığa gəlirik, nüvə silahı olmayacaq. Amma onlar çıxıb mətbuata deyirlər ki, biz bu barədə heç vaxt danışmamışıq deyə Trump əlavə edib. ABŞ prezidenti kəskin bir tonda İran liderlərinin davranışlarında problem olduğunu bildirib və onları dəli adlandırıb. Yanvar ayında İranda keçirilən etiraz eylemləri zamanı hakimiyyəti devirmək istəyən İranlılar buna nail ola bilməyiblər. Çünki etiraz edənlərin çoxu öldürülüb. Bunu ABŞ prezidenti Donald Trump deyib. Ankarada keçirilən NATO sammitində çıxış edən Trump İran rəhbərlərini yalançı, dələduz və xəstə insanlar adlandırıb. Tehranla gələcək danışıqların isə əhəmiyyətli nəticə verəcəyinə inanmadığını deyib. Onlar öz xalqlarına zülm ediblər. İndiyənədək etiraz edən 54 min nəfəri öldürüblər deyə Trump bildirib. O əlavə edib. İnsanlar soruşurlar ki, niyə hakimiyyəti ələ keçirə bilmədilər? Çünki onlar artıq həyatda deyillər. Onları öldürdülər. Trump bildirib ki, etirazçıların silahı olmayıb. Halbuki İranın təhlükəsizlik qüvvələri pulemyotlarla silahlanmışdı. O, İslam Respublikasını insanları öldürməkdə ittiham edib və media qurumlarını bu hadisələri kifayət qədər işıqlandırmamaqda tənqid edib. ABŞ prezidenti Donald Trump heç bir izahat vermədən Truth Social sosial şəbəkəsində İranda baş verdiyi görünən partlayışları əks etdirən qısa video paylaşıb. Videonun harda və nə vaxt çəkildiyi məlum deyil. Donald Trump da paylaşımın məzmunu ilə bağlı heç bir açıqlama verməyib. Bununla belə, videoda eşidilən səslər və görüntülərdə görünən bəzi detallar partlayışların İran ərazisində baş verdiyini göstərir. Lakin bu məlumat indiyənədək müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Bu xəbər hazırlanarkən Ağ Ev və digər ABŞ rəsmiləri də videonun paylaşılması ilə bağlı hər hansı açıqlama verməyiblər. Hörmüz boğazına keçən 3 kommersiya gəmisinə edilən hücumlara cavab olaraq ABŞ qüvvələri İrana qarşı bir sıra zərbələr endirməyə başlayıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı bildirib. CENTCOM açıqlamasında qeyd edib ki, zərbələrin məqsədi beynəlxalq su yolunda mülki heyət tərəfindən idarə olunan kommersiya gəmilərinin hədəfə alınmasına görə İrana ağır bədəl ödətməkdir. ABŞ ordusu X sosial şəbəkəsində paylaşdığı bəyanatda bildirib, İranın nümayiş etdirdiyi təcavüz əsassız, təhlükəlidir və atəşkəsin açıq şəkildə pozulması deməkdir. Birləşmiş Ştatların Müdafiə naziri Pete Hegseth'in bugün İsrailə planlaşdırılan səfəri ləğv edilib. Yüksək vəzifəli Birləşmiş Ərəb Əmirlikləri rəsmisi bildirib ki, İran bu gecə çox ağır bədəl ödəyəcək. ABŞ prezidenti Donald Trump İranla atəşkəs rejiminin artıq qüvvədə olmadığını bildirib. Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyi Avropa aviaşirkətlərinə İran, İraq və Livan hava məkanından istifadə etməmələri ilə bağlı yeni xəbərdarlıq edib. ABŞ-nin İrana endirdiyi yeni zərbələr tamamilə zəruridir. Bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
ABŞ ordusu çərşənbə axşamı İranda yeni hava zərbələri həyata keçirib. Eyni zamanda Hörmüz boğazında 3 tankerin mərmilərlə vurulmasının ardından Vaşinqton Tehrana neft satmağa imkan verən lisenziyanı da ləğv edib. Ankarada keçiriləcək NATO sammiti öncəsi jurnalistlərə danışan Rüttə bildirib, atəşkəs olduğu halda və İran faktiki olaraq həmin atəşkəsi pozursa, hesab edirəm ki, ABŞ-nin buna qətiyyətli şəkildə cavab verməsi tamamilə vacibdir. Yaxın Şərqdə kövrək atəşkəsin İran tərəfindən pozulmasının qəbul edilməyəcəyini Tehrana göstərmək vacibdir. Bunu Niderlandın baş naziri Rob Yetten deyib. Ankarada keçiriləcək NATO sammiti öncəsi jurnalistlərə danışan Yetten deyib, atəşkəsin pozulmasının qəbul edilmədiyini göstərmək vacibdir. O əlavə edib, eyni zamanda danışıqların davam etməsi və həll yolunun tapılmasını təmin etmək üçün maksimum diplomatik təzyiq göstərilməlidir. Davam edirik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Rusiya ilə mövcud əlaqəli kanallarından istifadə edərək Putini Ukrayna ilə danışıqlar masasına gətirməyə çalışır. Ərdoğan bu barədə Ankarada keçirilən NATO sammitində çıxışı zamanı danışıb. Ukraynaya dəstəyimizi davam etdirərkən eyni zamanda Rusiya ilə əlaqəli kanallarımızdan istifadə edərək onu sülhə yönəltməyə çalışırıq. Ukraynadakı müharibə ilə bağlı cənab Trampın sülh baxışını bölüşürəm deyə Türkiyə prezidenti bildirib. Ərdoğan əlavə edib ki, ABŞ prezidenti Donald Trampın Ukraynanın prioritet ehtiyaclarının siyahısının hazırlanması təşəbbüsünü də dəstəkləyir. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.